Bismillah. Bürclərin 9 may üçün ən dəqiq proqnozu və günün pulda ən uğurlu və ən gərgin bürcləri. Qoç, bir qədər qarışıq başlanğıc ola bilər, amma günün ikinci yarısı daha uğurludur. Pulda risk etməyin, sabit qalın. Buğa, maliyyədə güclü gündür. Gözlənilməz gəlir və ya qazanc ehtimalı var. Fürsəti düzgün qiymətləndirin. Əkizlər, ünsiyyət sizə yeni imkanlar açacaq. Pulda əlavə qazanc şansı var, amma diqqətli olun. Xərçəng, xərclər arta bilər, emosional qərarlardan uzaq durun. Qənaət etmək vacibdir. Şir, şanslı gündür, işdə və pulda yüksəliş var. Yeni addımlar qazanc gətirə bilər. Qız, səbirli və planlı olun, pulda sabitlik var, amma böyük qazanc üçün vaxt lazımdır. Tərəzi, qərarsızlıq maliyyəyə təsir edə bilər. Risk etməyin, mövcud vəziyyəti qoruyun. Əqrəb, qızıl qazanc imkanları açılır. İntuisiyanız sizi doğru istiqamətə aparacaq. Ox atan, enerjiniz yüksəkdir, yeni təşəbbüslərə pul gətirə bilər, aktiv olun. Oğlaq, sabit və etibarlı gündür. Pulda yavaş artım davam edir. Risk etmədən qazanc mümkündür. Yolsa, gözlənilməz xərclər mümkündür. Maliyyədə planlı davranmaq vacibdir. Balıq, qarışıq gündür. Həm qazanc, həm də itki ehtimalı var. Tələsməyin və diqqətli olun. Pulda ən şanslı bürclər buğa, şir, əqrəb. Pulda ən gərgin bürclər xərçəng, dolsa, balıq.